şirin-şirin xəstə olub evlərində qaleydin, verəydi qoynundan naşirin-şirin. Bir saat gireydim yarın qoynuna, vereydim qoynunda can şirin-şirin, sağ olsun işlerden. Həmin söhbətimizdən deyil, istəyirdim ki, bura bir şirinlik olsun, bu boyunki navarlarımızın əvvəlidir. Ki, oxuram tamam eşidən dostlarımızın hamısının sağlığına. Çünki bayram axşamına 2 gecə qalır ki, inşallah təzə illərə çıxaq. Allah hamını neçə dənə təzə illərə çıxarsın, bizi də sizinlə şad eləsin. Aşığın şadlığı elinəndir, elin də şadlığı aşığınandır. Aşıq olmasa, el qəmcil olar, el də olmasa aşıq elə həmişə məzdir. Bəs Allahdan arzu edirik ki, neçə dənə şad bayramlara çıxasınız, həmişə sizə bayramlarınızı şad günlərlə arzu edirik ki, qəm gün görməyəsiniz. Sizə ərz edirəm, Heyrət şəhrində Hidayət Xacadan, Hidayət Xaca var idi ki, qardaşının da adı Nidayət idi. Hidayətin son süniyyatı əslən olmazdı. Bəli, ağayana ta danışığımızı qıssa eləyəcəm ki, ta oxumağına yetişsin, cəmaat çox məzəb olmasınlar. Bunların oğlu olmazdı. Bir gün Hidayət çıxdı şəhrə, gördü bir aşıq bayat oxur, deyir, əzzim el ayağı, səməndi el ayağı, el görməz, oba görməz, heç olmasın heylə yağı. O an ki, bu belə deyəndə fikrə keçdi, qeydli gəldi, düz də deyir, axı bir yağ ki, xəlq ondan istifadə eləməz, sirvət ki, çıxsa, hüzrə çıxmaz, beşinin dərdinə dəyməz, heç olmasa olduğundan səlahtır.
Gəldi bu öz-özünə pişirədi. Dedi, bu aşıq niyə bu cür oxur? Aşıqların, əziz eşidənlər, sözləri elə o deyil ki, oxusun, çıxsın, geçsin. Aşıqların sözlərinin bəzi nəticələri də vardır. Aşıq yəni bilmənayı, müəllimi ədəbiyyatdır. Qayıtdı, gəldi qardaşına, dedi, qardaş, bir aşıq budur, bir bayatı deyir, mən tərcib elədim. Dedi, bəs sən, elə bilmirsən ki, o aşıq, elə yalan yerdən o bayatını deyib, o bayatı ondan ötürdü ki, yəni bir şey ki, deyir, əzzim elə yağı, səməndir elə yağı, el görməz, oba görməz, heç olmasın elə yağı, o deyir, yəni bir adamın ki, dərdinə dəyməz, həmişə xunafatdadır, sirbəti çoxdur, günü qaradır, heç o sirbət olmasa ondan səlahdır. Sənin ki, son züniyyatın yoxdur, 3 gün əcərsən, o sirbət onun züniyyatın icazəsini versən mənə, mən cəmahatla üz tutaram ilahədən, sənə bir övlad Allah verər. Bəs, ərz edirəm ağayana ki, Allahdan arzu edirəm məndə bu bayramı, yoxun günlərində ki, tamam oğlu olmayanlara Allah oğul kəramət edərsin, hamını da oğluna sevindirsin, bəli yaxşı oğul versin, befər oğul olsa heç olmasın. 3 gün, 3 gecə sirbətin, mükünatın, ixtiyaratın verdi qardaşına. Qardaşı aclara xirət, yalavaşlara paltar, Allah'a sən hidayət hacıya bir övlad versinən ki, bu da bir sirbəti insaf dəyib bir sahib qalsın. Tamam qonaqları yola salmışdı. Hidayət çıxdı çələ, gördü bir dənə ərəb durub qapıda. Dedi, ərəb bağışlayacaq, vallah bilməmişik səni çağır axşama, bəs şəşləri səni şam elə. Dedi, mənim şam meylim yoxdur. Dedi, ərəbə pay verin. Ərəb dedi ki, biz, xadə sağ olsun, pay alan ərəblərdən deyilik, biz gəlmişik pay verən ərəblərdənir. Nə ki biz pay verənlərdən deyilik? Mən gəlmişəm sənə pay verəm. Gəl al cinən, bir dənə alma çıxartdı cibindən, birisi ağ, süddən ağıdır, birisi də küldən qırmızı bir alma verdi. Dedi, yarısını özün yiyərsən, yarısını da verərsən, öz xanımın yiyər, inşallah sənin bir dənə övladın olacaq, narahat olmacaq. Amma övladın hər vaxt olsa, ad qoymasın da gərək hər vaxtdır ki, özüm gəldim, onda ad qoyması olsun. Bir zaman hidayət büküldü, o almanı aldı, bükülüb o yana baxdı, gördü, ərəb qayıb oldu. Öz-özünə narahat olur, pişdə keçdi. Gətirib almanı yesinlər, bunların vaxt o vaxt oldu ki, bir dənə istəmirəm sözüm üstür versin. Bir dənə Allah 9 ay, 9 dəqiqə, 9 saniyədən sonra bunlara bir övlad verdi. Oğlana vaxt oldu, ad qoyum eləsinlər. 5 gün gözlədilər, 3 gün gözlədilər. Hidayət xaca dedi, ta o ərəb gəlməsə, mən oğluma ad qoymayacağım. Oğluma əbədən mən ad qoymaram. O ərəbə ki, mən qoğlu vermişəm, mənə də o övladı o veribdi. Onun üzünə Allah verib mənə, mən gərək o gələ ad qoyam. Bir gün belə, 2 gün belə dövrədən yığıldılar. Ay baba, sən oğlun adını qoymasan olmaz, gəl yığılaq ad qoyaq. Hidayət labid nasaradır, cəmahatı yığıb. İndi tamam şəhərlərimizdə rəsmidir. Oğula ad qoyanda, ya qıza ad qoyanda dövrədən, həmsayədən, tanıyandan çağırarlar, bir şirin uxranlıq edərlər. Bunlar ki, naharlarını yemişdilər. Amma Hidayət xacanın ürəyi əsirdi ki, ərəb gəlməyib, mən narahatım. Biri deyirdi Həsən qoyaq, biri deyirdi Hüseyin, biri deyirdi Məhəmməd Həsən. Bu sözlərdən ərəb qapıdan bir zaman baxdı, gördü, həmin nurana ərəb qapıdan varid oldu. Elə deyəndə Hidayət xaca dedi, oğlumun ad qoyanı gəlib deyir. Nə mənə deyirsən ad qoyaq? Dedi, oğlanın adı Səyyəddir. Oğlana Səyyəd adı qoyacaqsınız. Ağa dedi, yenə büküldülər, o yana gördülər, ağa qayıb oldu. Oğlanın adını qoydular Səyyəd. Hidayət xaca savdagar oldu ki, 40 ilin savdagarlığına gedərdi. Xanımına dedi, Nərcis xanıma, xanım, oğlanı mən gedirəm 40 ilin savdagarlığına. Oğlanı həmişə sənətə qoy, sənətə. Sənətsiz. Oğlun faydası yoxdur, gərək sənəti olsun. Anası 1 yaşından, 2 yaşından, 2 yaşından, 3 yaşından, irad oldu oğlan 6 yaşına. Oğlanı qoydular mədrəsiyə. Allah o qədər oğlana şiir verdi, bir əndazə. Mallalar deyən məsələni Səyyad həll elədi. Səyyad deyən məsələni oğlan 2 il dərs oxumuşdur, mallalar həll eləyənlər. Gördülər, belə olsa oğlan bunları bir vaxt olar ki, bu sirvət müşinətlərin mədrəsədən qısalar ki, bu mollaları qoymaz, bura tamam şəhrin ixtiyaratına rağmen. Dedi, gəlin hələ bu içini oxuyub bucurdu. Bahəmləşdilər, oğlanı döydülər, saldılar. Anası apardı, sərraş dükkanında qoydu.
Sərraşlar da baxdı gördü. 5 gün, 3 gündən sonra o yəhər ki, bunlar tikirlər. Min ki, mənə gəlsə, səyyad tikən 2 minə gedir. Bunlar da dedilər, bu bizim əlimizi bağlar, bunlar da saldılar çirə. Səyyad axırda dedi, mən belə ki, anam başlayıb, axırda mən aparıb qoyacaq qarşı qayran yanında. Gəl getsinən, özün özün altara qılır, küstü, evə gəlmədi, qət elədi. Gedib, öz xanə vaxtası vardı Hidayət Xazanın ki, səyyada düzəltdirmişdi. Orada gedib, oğlan başını qoydu, çarxovuzun qırağında yatmışdı. Yuxusuna kim gəldi? Ərşin sütuni, yerin ləngəri, mərdlərin ürəyinin dirəyi, namərdlərin ürəyinin xəncəri. Mərd Mürtəza Əmir Əl-Ümran gəldi. Allah tamam müsəlmanların yuxusuna gətirsin. Hamının da ölən zamanda da onu başının üstündən əsir eləməsin. Belə olanda dedi, oğul başı barmağın nümayan elədi. Oğul yuxuda başı hara görüşür? Dedi, ağa bir xanə baxça görüşür. O xanə baxçada nə görünür? Dedi, 40 inçə qız görünür. O qızların hansı birisi gözəldir? Dedi, ağa hamısı gözəldir. Amma biri-iki var, saçların qoyublar, bablusa gəzdirirlər, çox-çox gözəl o bəcikdir. Dedi ki, İman şəhrində o Fərrux Mirzənin qızı Sədət xanımdır. Necə ki, sən onu sənə nişan verirəm, səni də ona nişan verirəm, narahat olma, dur yuxudan keçinən al bu badəni, iç, al yuxudan. O qızı da sənə nişan verən kimi səni ona nişan verirəm. Axırda zəhmət çəkib mətləbat atarsın. Oğlan yuxudan ayrıldı, qəş elədi, dəli oldu. Hüş başından çıxıb, fikri caydı. Anası 1 saat gözlədi, oğlan gəlmədi. 2 saat, 3 saat. Və o yerə getdi ki, anası tamam çarpı saldı. Oğlanı getdilər, gördülər çarxovuzun qırağında. Qəş eləyib, ağzından qanlı köpük, löh verib gedir. Allah heç bəndəni ağlıdaçılığa salmasın. Ağlıdaçılıq çox çətindir. Bəli, bayısçarlıq da ağlıdaçılıqda çox çətindir. Səyyadı gətirdilər ananın yanına. Heç analar oğlunu pis halda görməsin. Anası baxdı, gördü oğul narahat, dəli olub divanədir, hüş özündə dəyə, ağzından qanlı köpük gedir. Anası başladı ağlamağa. Dua yazandan, necə ki, indi də bəzi arvadların əyalı məruz olanda labid qalırlar, döhtürə gedirlər ki, bir döhtür. Baş tapmasa dərdindən, natar qalıb qaçırlar duanı düz üstünə. Qaçdılar o talağa baxanın yanından, bu talağa baxanın yanından. Biri dedi daş dibində toxunublar, biri dedi ağaç dibində toxunublar. Özlərinə çörək çıxmaqdan ötürü. Biri dedi əyilib su içəndə axta boynundan vurublar, vırqıntıdır oğlanın ki. Biri dedi cinilidir bu sözlərdən. Bəli bir gün keçitmiş, əşki görmüş qarı vardı. Dedi, Nərgiz xanım, narahat olma, oğlana vergi veriblər. Amma sən heç narahat olma, az pulun zadında çorramayla, oğlan axırda yaxşı olacaq canınızı, narahat olma. Bəli bir səyyad birazına fişkə gəlib. Dedi, ana, mənim dərdim dəli divanəlik dərdi deyil. Mənə bir şey olsun ki, bir başdan yoğun, bir başdan nazik, sömsək işlində, mən onda dərdimi sənə deyərəm. Bunların bir keçər nökərləri vardır. Keçər həmişə mərdicik olar. Keçəri atalar sözüdür ki, düşüncəm. Allahsan Allahmısan, Allahmasan Allahmaz. Dedi xanım, o düz deyir, bir dənə sazlı, dildən bir yol ildirimlə göydən düşər, onu da mənim daim bir dənə tapıbdır. Əgər mənə bir muqdar qızılı versən, verəcəm. Nərgiz xanımın gözünə gəlməyib, nə qədər kafi qızıllar verdi, keçər aparıb dayısına 10 manat da verdi, dedi orağı, bu 5 manata dəyər saz qayran dedi. Dedi, narahat olma, özümdən də baxmasını tapmışam. Elə nə arada xəşləsək sənli mənli, var xəşləyəcək. Dedi, bəs evdə yox. Ruzirəsan Allahdır, Allah şərəf ruzunu getirsin. Bir adam nə qədər çalışa, fəaliyyət eləyə bilmə, kələfbazlıq eləsin, o çörək qazana bilməz. Bəli, Allah çörək deyərlər, çörək bazadan düşməz. Bəli, bazadan düşər, çörək gözləyəsən, o bəriyə gələr. Keçər sazı alıb gətirib, səyyad, zilin sil eləyib, bəmin vəm, ana, bura. Və səyyad sazı zilin sil eləyib, bəmin vəm sinəsinin üstündə müstəcəm edib, alıb eşidənlərin səlamətliğine. Belə desin, mən də əl deyim səlamətliğine.
belalı başıma yer soğuda göründü bu yaman ama. Ey belə yerenler server ey belə bir nezer saldı. Sabirin destini de ey belə bade göründü. Ey belə vermedi. Belalı başıma solda göründü. Erenler serveri bir nəzər saldı Sakirin dəstində bağda göründü. Anası dedi, oğul, axı mənim badədən zaddan başım çıxmaz, mənim ürəyim əsir. Mən dedim, gəl o birisindəkinə səyyət alıb o birisini bu dillərlə demək başladı. Destini de ya belə götürülü ayına ey belə İskəndər atıranı ey belə gətirili ayına belə. Ey belə şəhadət barmağı ilə ey belə göstərdi ayına. Gözümə bir ey belə mələkzadə göründü. Yerim, ərimə İskəndər atlandı, gətirdi ayna. Şəhadət barmağı ilə göstərdi ayna, gözümə bir mələk zadə şimdi. Belə deyəndə qarı baxdı Nərcis xanım özünə. Abala, mən sənə deyirdim ki, bu oğlanın ki, buta veriblər, vercidir, sən mənə inanmırdın. Bəs səyyət götürüb, anasına o bir kəlməni belə desin, mən də ərz edeyim səlamətdir o zaman.
qafil quşuma ana gəldi bir səda. Bir qafil quşuma gəldi bir səda. Ənənlər dəstində gətirdi badə. Leylini Məcnuna şirin fəhrada. Səyyət də sadata buta gülündü. Belə deyəndə anası baxıb Səyyadın üzünə, Səyyad anasının üzünə. Tamam dövrədən hamı dedilər ki, bəli, Səyyad getməlidir, hətmən gedəcək. Qarı dedi, mən ərz edirdim sənə, sən qəbul eləmirdin. Səyyad qalmayacaq, oğlan gedəcək, bəli, oğlan alıqadır. Bəs, amma anası istədi ki, oğlanı qoymasın, Səyyad alıb. Belə desin, yanıq şərəmlə mən də ərz edeyim, tamam eşidən dostların hamısı sağ olsun. Döndüyüm külüzdü ana, ağlama sızıldama, ana koy gelim, haray. Abeleyem şemsidir ey belemeni kana kana, ağlama sızıldama yana koy gelim ey yara mende, dert bende yara mende. Gelen aşağı verdim kurtardım ay bala yetmedim yara mende. Başına mən dönüm günüzdü ana, ağlama, sızıldama, ana qoy gedim. Əmmişəm sütündən mən qana qana, ağlama, sızıldama, ana qoy gedim. Anası dedi, oğlu bilirəm, məni sənə Allah vermişdir, bəli istir ki, beləliklə alsın. Amma mən, heç analar razı olmaz oğlu gözündən qıraq ola. Anası dər-dəhli oxuyar, həmişə bir dəhtli görərsən söyləyən olar. Anası o ağarmış saçlardan, o qırışmış məmələri alt-üst eləyib, ağlıya götürüb, belə desin mən də arz eləyim tamam eşidənlərin hamısı sağ olsunlar. Başıma mən dönüm ay cavan olur, ağlaram sızıldaram ey belə bala koymuram. O belə sənə yedirtmişəm ey belə qəmdinən ağlam. Ağlaram sızıldaram bala koymaram ey yer qala yer gedə yer qala. Belə qiyamət hoş neylər, dost gedə yer qala, gedən ayar yırdalı.